Ansamblın qızları getdi. Evdə də uşaqlar deyir, atamız işə gedib. Yarandığı gündən populyarlıq qazanan Bəyin Oğurlanması filmi 1985-ci ildə Azərbaycan Film Kinostudiyasında ekranlaşdırılıb. Azərbaycan kino tarixində özünə məxsus yeri və rolu olan ekran əsərində quruluşçu rejissor işi əvvəlcə Tofiq İsmailova həvalə edilmişdi. Rejissor hətta sınaq çəkilişlərinə də start vermişdi. Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan sonra gözlənilmədən vəziyyət dəyişdi. Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər. Bəyin Oğurlanması filminin sonuna yaxın toy səhnəsində aktyor Muxtar Maniyev aktyor Səyavuş Aslana onun xəbəri olmadan şillə vurur. Bu əslində rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın. Pirotexnik obrazının ifaçısı aktyor Ələskər Məmmədoğlu da həqiqətən oturacaqdan yıxılır. Digər aktyor yoldaşları onunla zarafat etmişdilər. Hətta filmin əvvəllərində partlayış səhnəsində Hacı İsmailov həqiqətən ikinci mərtəbədən yıxılır. Filmin əsas səhnələri Azərbaycanın əsrarəngiz təbiətə və qədim tarixi malik bölgələrindən biri olan Şamaxıda çəkilib. Bu kənddə Bəyin Oğurlanmasından əlavə Qaraca Qız, Qaçaq Nəbi, Dədə Qorqud, 7 oğul istərəm kimi filmlərin çəkilişləri də aparılıb. Bu filmin çəkildiyi ev indiyədək qorunub saxlanılır. Filmdə oğlan evi hesab olunan Həsənin evinin hazırki sahibi əslən Şamaxının Məlhəm kəndindən olan İlqar Novruzovun bildirdiyinə görə hər dəfə kəndə gedəndə gün ərzində 2-3 turist onların evini görməyə gəlir. Bu kino ki var, bu çox qəliz məsələdir. Həm gəlizdir, həm də ki vacib.